Süleyman Rüstəmin Qaçaq Nəbi piyesinin radyo tamaşasını iştirak edilər. Ələskər Ələkbərov, Hökümə Qurbanova, Ağasadıq Gəraybəyli, İsmail Osmanlı, Həsənağa Salayev, Məlik Dadaşov, Akşin Vəlixanov, Rıza Əfqanlı, Hacı Məmməd Qafqazlı, Ağa Hüseyin Cavadov, Sadıq Salih, Sadıq Hüseynov. Aparıcının sözlərini Məxluqə Sadıqova oxuyur. Qarabağ, Şuşada Təhmas bəyin həyəti, bəyin nökərləri odun daşıyırlar. Nəbi odun yarır. Uzaqda, dağın başında çoban həzin-həzin oxuyur. Nökər oldum qürbət əldə mən yada, ot tuturam həcər düşəndə yada. Mən qara gün görmədim dünyada, Allah səndə gizli ürəyim. Bu zaman Cümşüd bəy və strajniklər kəndliləri döyə-döyə gətirirlər. Uzun danışmayın deyirəm sizə, dərinizi soymaq borc olsun bizə. Təqsirimizlə deyiniz bilək, buna güzarandır, ayzda alın fələk. Sesli kes köpek, beyniniz küttür. Bu Kəndistan ki var, barsız söyüddür. Döyürsən, söyürsən, qanmır ki qanmır. Öz halına yanmır ki yanmır. Ay toxumunuz kesilsin gərək dünyadan. Onda kim yaşadar sizi firaba? Bizdə can qalmadı, qırıldıq daha. Bir qulaq asan yox, fəryada, aha. Acından öldürdü vergiler bizi. Alın terimizdir yaşadan sizi. Vergi, biyar bizi getirdi sana. Sus ki bulaştırıram ağzını kana. İstediğiniz nedir? Deyiniz açık. Dediğimiz budur. Ölürük. Təhmas bəy tələsik içəridən çıxıb eyvanda dayanır. Bu nə qalmaqaldır? Bağıran kimdir? Cümşüd bəy, de görüm bu hayküy nədir? Söz qandırmaq olmur heç bu tayfaya. Bunlar salır bizi dərdə cəfaya. Qoy bildir ki vergi dursun bir yana. Bu ilki vergiyə min cür bahane getirib vermirlər. Təhmas bəy, cemaat ölür acından. Yandı taxlımız, gəlmədi hələ. Bey deyir, astırram dar ağacından, kim taxını verməsin? Rədd ol! Çıx çölə, vergini veriniz. O doğru deyir. Koxa Məmməd strajniklərlə bir yerdə Qurd Kərimi əli ayağı bağlı sürüyə-sürüyə gətirirlər. Bax, gör nə etmişsən? Axmağın biri. Yazığın əzilib ağzı burnu. Bu nədir? Kim salmış bu hala bunu? Bu Qurd Kərim ki var. Yazıq strajnik buyruq quludur. Sizin əmrinizə edəndə əməl, bax bu zatı qırıq, yaramaz əfənd, vurub baş gözünü bulayıb qana. Demək, əl qaldırıb sizə, dimana. Sən atan gör uzatma ancaq. Meşədə odun var, hey, qalaq. Taxıl da dağ kimi qalalım çöldə. Bir yıxan tapmırsan onu bu eldə. Cəmaati güclə yığmışdım işə. Bu gəldi, qoymadı işə girişə. Cümşüd bəy, bu saat bütün kəndi gəz. Atı, arabanı bir yerə yıxtəz. Baxma sən bunların qaş-qabağına. Arvadlı kişini qaş-qabağına yumruqla, təpiyle çıxar bir ara. Onlar qudurmasın qoy bundan sonra. Bunu da saxlayın qoduqluqda aç. Bunun əndamına gündə 100 qırmanc. Təhmas bəy Qurd Kərimi ayağının altına salıb döyür. Nəbi aralığa girib Kərimi müdafiə edir. Bir yazğın gəlsin Fağra bəy. Oyunbaz köpək, sənə kim bilir ki soxul araya? Bu anda Mahmud bəy sərxoş halda eyvanda görünür. Təhmas bəy, bozmayın eşləşənizi. Gəl gedək, qonaqlar gözləyir sizi. Səninlə danışmaq qalsın sonraya. Ne edəsən? Dünya qan dünyasıdır. Beylərin toyudur, elin yasıdır.
Nəbi qapını açır. Həcər, bu gördüyüm yuxudur, nədir? Bu yuxu değildir. Gözünü sil bir. Həcər, de sən hara, de bura hara. Gəlib tapdığım səni mən sonra. Gözümün ışığı, varlığım Həcər. Doğma kəndimizdən ver görüm xəbər. Yadına gəlirmi sevişdiyimiz? Birlikdə çıxardıq dağa ikimiz. Evə qaydardıq qaş qaralanda, yoxsul daxmamızda çıraq yananda. Onda mən alardım anamdan töhmət. Doğrudan dadlıdır sevgi, məhəbbət. O günlər düşəndə yadıma mənim, oynayır yerində ruhum, bədənim. Bir dərdim var. Nədir? Söz ver ki, ömrün axırına dək mənim olacaqsan Həcərim, mənim. Sənindir sinəmdə döyünən ürək. Çatıncaya qədər əcəlim mənim. Səlim bəy sərxoş eyvana çıxır. Nəbi ilə Həcər onu görüb ağacın dalında gizlənirlər. Ver bıçağı, kes almanı, ver yaratırım. Diyen bahçamıza konmuş güvercin, Allah göndermiştir onu benim için. Bəli yalan. Bu kız kimdir? Bizim kənd qonşumuz. Ha? Bilədir. Hey kız, adınız nedir? Bir söyle. Həcər. Hacı. Gel öpüm seni. Gel ayıp. Gel beri. Öpüşün ne tadı var? Aman Allah! Bu bəy nə bir həyadır? Bəy, bəstir. Bu onun cüretine bak. O senin xorayın değil, ahmaq. Səlim bəy Həcərə hücum edir. Aman, Həcər onu geri itələyir. Nəbi araya girib Həcəri müdafiə edir. Səlim bəy qamçı ilə Nəbini döyür. bəy! İnsafın olsun! Aman, bir dayan! Sıçın deyirəm, sıxmadık sıxam. Daşdı səbri kəsəm. Al! Nəbi! Qoy susturun bu yəqəni. Nəbi! Bəy! Səlim bəy atəş açmaq istərkən Nəbi sıçrayıb onun əlindən tapançanı alır. Səsə Cümşüd bəy çıxır. Nəbi Cümşüd bəy vurub Həcərlə birlikdə qaçır. Qaçdı! Tutun! Tutun onu! Burada Cümşüd kimi mərdi ikidir. Vuran kimidir? Aloğlu nədir? İki böyük dağın arasında qaçaq Nəbinin qərargahı. Vəli və qəhrəman qaya başında keşik çəkirlər. Aşağıda dağın ətəyində Koxa ilə 4 strajnik Qurd Kərimi gətirirlər. Aşağı baxsana. Kölgedir, qorxaq. Birinin qolları bağlıdır, bir bax. Doğrudur. Doğrudur, görən kimlərdir? Qoy vurum. Atma, dur. Sarsal. Yazıq döyürlər. Yəqin dustaqdır. Bəlkə bizim kimi o da qaçaqdır. Gəl gedik. Nəbiyə aparaq xəbər. Bəlkə xilas edək onu bir təhər. Yerə, yeri. Kerim, vaxt çox azdır. İşə başlayaq. Biz səni vurduqca sən bağır. Ancaq elə bərk bağır ki, titresin dağlar. Səsini eşidib gəlsin qaçaqlar. Baş üstə. Al gəldi. Ağrıdır, yavaş. Bağır, bəkdən bağır, bəkdən yekə bağır. Vurmayın! Vurmayın! Bu hələ harasıdır ki, sənə bu dazdır hiləkər türkü. Yoxsa öldürdüyün yazır Kətxuda yadından çıxmışdır. Bir də yuxudan
Ha, gəlirlər. Məyər dilin yoxdur? Bağır bir qədər. Bu nedir? Kimdir döyülen? Niye dinmirsiniz? Sizinlerim ben. Bize döy dediler, döyürük biz de. Buyruk kullarıyıq, taksir yok bizde. Bu kimdir Sarlı? Kimse ne? Neçsen? Neçə gündür səni axtarıram mən. Zülümdən qaçmışam sənin yanıma, qəlbidən and içirəməzdin canıma. Ağ gün görməmişəm, nə bir yazıram. Məni it yerine koy burada ağa. Bu kuduz canavar, bu cellat başı, halka çok döydürdü kanlı gözyaşı. Gəm yeme kardeşim. Alarıq kısas. Koy hele çoxalıb güclənək biraz. Tez onu ne? Bağlın onu ağaca, ta ölünce burada. Taksirim benim. Koxanı ağaca bağlayırlar. Sultanım benimle gelmeyir kendim. Durma, ha kahraman al tatarını. Ta ölünce vur. Vurmayın. Heye! Açın kollarını. Bu ne dediyse? Açın kollarını bırakın geçsin. Allah ömrünüzü çok uzun etsin. Geç. Merdlik namına bıraktım seni. Selinmeye de ki, gözlesin beni. Ben ondan intikam almaya varım. Ettiği zulmünü yerde koymadım. Koxa gedir. Dağın arxasından bir dəstə kəndli gəlir. Evet, siz niye geldiniz? Deyiniz görek. Köməyə gəlmişik qurbanım olun. Belə yaşamaqdan yaxşıdır ölüm. Bizim kendilerin necedir halı? Ey kesir hayatlar kanlı kanalı. Doyup qapları şiddetli aclı. Yoksulun evinde un yok, bir saç. Dostlar, budur benim arzum emelim. Bir yere yığılsın kara günelim. Özümüz çalışa, özümüz ekek. Bizde dert olmasın bir parça çörek. Ne bi, kazanalım, biz deylenme. Sen haber verirsen yüreğimizde. Dostlar, bu sözümü yayınız ele. Yoksullar üreyden verip elene, bize koşulsunlar. Çoxalaq, artaq. Keçsin elimize bu ana torpaq. Geçsin kara günler, gelsin ağ günler. Bu zaman Surxay tələsik gəlir. Nəbi, bilirsənmi? Ne olur, ne var? Əzəl bacı dedi, git Nəbini tap. De ki, mən bu dərdə getirmərəm tam. Hər gün kəndə gəlir bəylər, qazaqlar, yazıq cəmaatın bağrını dağlar. Nəbinin ayfını alırlar bizdən, bizi bir dəqiqə qoymurlar gözdən. Tezliklə gəlməsin Nəbi köməyə, arvad olacağım, mən Səlim bəy. Ah, halqa zülm edirlər bizdən ötəri. Halırlar əlindən nazlı həzəri. Geziksək məhv olar o bugün sabah. Ozat, seni sert öğlede bağlarım. Ayağına kızıl, gümüş dallarım. Məxmərə tutarım, ipək çullarım. Ozat, apar beni uzak ellere. Koy düşsün şöhretin bütün dillere. Həcərgilin evi. Mahmud bəy və Koxa bir dəstə qazaq ilə evi əhatə etmişlər. Koxa qapını döyür. Ay qapını döyə! Ay adam, kimsən? Aha, bize hoş gelmişti mübarek qədəm. Buyurun, buyurun əziz qonaqlar. Şuşadan gelirik. Xeyir xəbər var. Bizi bağışlayın, kasıb evidir. Biz elçi gelmişik kızın Həcərə. Mən ona demişəm bir neçə kərrə. Səlim bəy istəyir sənin qızını. Muxtəsər, tapmısan bax bulduzunu. Şamı ben. Ben ölüm. Vur buna gelsin. Razı ol bir kere. Canın dincelsin.
Selim Bey itbazdır. Tazıları var. Her seher onları hey öpüp yalar. Sevir tazıları canla yürekten. Böyle güzel oğlan görmemişim. Bak, bak, bak. Canından çok seven iki tazını çekeceğe Hacer'in inanmazını. Çok ne deyirsən, ağıllı danış. Kız Nəbini sevir ağabey. Sultan, Bilirəm, düşəcək bu iş üstəqal. ne biçimdir? Korkak dılgırın biri. Çoktan hazırlanıp o itin kabri. Get kızı giyindir. Ne için? Artık gelini götürüp yola çıkılır. Belə də iş olar. Bəs nişan, üzük? Biz öz sözümüzde doğruyuk düzük. Kızı aparırıp bir şartla inan. Şuşada olacak ona toy. Aman, mən kimə söyleyeyim dərdimi değil. Sen kaynatasızsan büyük bir beyin. Manası var mıdır bu değmeyin? Get kızı giyindir. Biraz səbr elə. Nə üzlə görünüm mən sabah elə? Ha kişi. Özünden nakıl kurama. Get kızı giyindir. Yakşı olmaz ha. Bu anda Həcər yan otaqdan hirsli gəlir. İnsan dəllalları, hoş gördük sizi. Çaylar tünd aksa da boğmaz denizi. Gidin, Selim Bey'e deyin ki Həcər özüne seçmiştir Nebi kimi er. Tüpürürüm onun üzüne belə. Ben onu, Nebini sevirəm ancaq. Onsuz yerim olsun, koy qara torpaq. Yolçu yolda gerek. Yubanma çok. Akarır seni Şuşaya gelir. Qazaqlar evə doluşur. Həcəri tutub əl qolunu sarıyırlar. Həcər nə qədər çırpınırsa onların əlindən qurtara bilmir. Bırakın deyirəm, bırakın. Onun ağzını dəsmalla bağlayıb aparırlar. Axşamdır. Ətraf zil qaranlıqdır. Surxay qabaqda, Nəbi arxada görünür. Surxay, sənsən? Mənəm. Nəbi, sənsən? Benim. Ve Həcərəm. İhtiyat eller Həcərin canı. Apardılar. Hara? Şöyə tərəf. Qorxuram qız edə özünü tələr. Sizdeki baktınız şey mattım. Koymazdım onları atsın bir attım. Yakşı Selim Bey. Yakşı Mahmud Bey. Gerek neslinizi delliyem tek tek. Nebiyem sözümü diyerem kıssa. Belki tanıyanlar merdi gidip. Çevirmesem onun toyunu yasa haram olsun ben anamın gün. Şuşa, Təhmas bəyin bağında Səlim bəyin toyudur. Görgəlirəm cüzan, kimsən gülzan, sən məniyəm. Uçum gülüm, serdim gülüm, badım baharım, sen benim baydadım. Dostay alem xudilərdən istemem zira ki sen ben. Dostay alem xudilərdən istemem zira ki sen. Xudilərdən sevdiceğim zibani canımsan benim. Gah alırsan canımı, gah verirsen can mənə. Sen mənə erkimək bütün tənnoz tanrımsan benim aydan. Altında bozat, çinində qatar, əldə tatar. Altında bozat, çinində qatar, əldə tatar. Ay Allah sən tarım, dolan gel bize sarım. Gelersen qadan ayalım, gidersen yola sayalım.
Gedərsən qazanalım, gedərsən görəsən. Sən itaşrəm, lasın. Gəlini görmürəm. Bu saat gələr. Qızın adı nədir? Həcərdir. Həcər. Qoy gəlin oynasın. Çox gözəl. Çalın! Rəqs başlanır. Koxa oynayır. Kimsə tərpənməsin yerindən. Yoxsa salarım mən onu matəmə yasa. Aman yalvarıram. Qırmayın bizi. Yuxarı qaldırın əllərinizi. Ayrılın. Haradadır? Siz bu tərəfə. Kişilər oyanın. Artıq bu dəfə yox sizdə pəncəmdən qurtaracaq al. Qəhrəman! Onların silahını al. Hırsa! Peki. Durma sən də get Həcəri tap. Qurbanı olduğum o dilbəri tap. Bu nədir? Sən kimsən? Adamım. Necə? Deyir ki, qonaq ol bizə bu gecə. Dilin topuq çalır. Qurbanım oğlum, anadan gəlmədir. İnanırım. Yum! Hanımlar, korkmayın. Değmərik sizə. Bunların gözüyle bakmayın bize. Biz adam öldüren değilik. Ancak bizi bunlar vətəndən salmış kaçaq. Nəbican! Həcərim, gülüm, çiçeğim. Axır hasıl oldu mənim diləyim. Çıxarat bunları boyuna qurban. Qızılın, daşqaşın, devlətin malın üstündə yatmışdır qara bir ilan. Nifrət mənasına bucaq Cəlalın. Mənə tüfəng verin. Bugündən sonra yağının qəlbinə vurmaq üçün yara əlimdən gələni edəcəyəm mən. Nəbinin yolu ilə gedəcəyəm mən. Bu xəbər çatarsa padişaha inan. Onlar yurd yuvanız yer ilə yeksan. Gediniz. Padişaha deyilik ki. Mən tacına, taxtına düşmənəm düşmən. Sən də mənim adımdan cənab, zəhmət çək. Səlim Bey də ki toy mübarək. Ağalar, gedirik. Hələlik. Ancaq yerindən tərpənən sağ qalmayacaq. Lakin mənim sizdən bir ricam var. Çağırılmamış qonaq kimdir sorsalar, deyirsiniz ki o qaçaq nəbiydi. Dostları özündən qoçaq nəbiydi. Köçərilərin düşərgəsi. Axşam üstüdür. Həcər öz uşağına laylay deyir. Fatma ona yaxınlaşır. Yat deyirlər, yat barı, ömrümün laylazarı. Sənə gələn elçilər dağıdacaq candarı. Nə deyəcəksən can bala, çalırsan min qan bala. Motum baxırsan, yadarsan can bala. Qurd Kərim və qəhrəman gəlirlər. Kərim, bir xəbər bildinizmi? Yox. Ondan uzaq olsun görüm təhlükə. Deyirəm, rast gəlib bəlkə bir dosta, ona qonaq düşüb. Yaqın elə deyil. Hər yer nəbi üçün bugün tələdir. Qorxuram satsınlar onu düşmənə. Qəlbim ot tutub alışır yenə. Nəbinin hamı aşkardır aşkar. 5 düşmanı varsa 5000 dostu var. Dostu satar mı? Gəlmir dilim. Zamanı xarabdır vallah, nə bilim. Yaxşı, demədi ki ya hara gedirəm. Hara getdiyini mən nə edirəm? Soruşdum. Dedi ki, yuxarı kəndə. Odur, çox dərinə getmədim mən də. Nəyə getdiyini dedi mi? Dedi, yalnız buraxmadı Nəbini Mehdi. Qonaq saxlayıblar yəqin ki onu. El sevir vətənin aslan oğlum. Qəhrəman düz deyir, elədir ki var. Qonaq saxlayıbdır Nəbini dostlar. Bir də eşitmişəm qəhrəman dayı. Onun gəldiyini eşidib divan, tutturmaq istəyir Nəbiyə divan.
Bu taya keçəndən sonra Arazı, beylər yenə olub bu işdən asır. Alıb hükümətdən bol atlı qazaq, Nəbini axtarır yenə o alçaq. Kim? Səlim bəy. Ay kız adam adı çek. Onun başındaki leçeydir leçe. Selim Bey Nebiye beslesene ki filin qabağında neyler biçimi? Ay Allah'ımdan bir işten evi. Həsretin çekmişler evi. Göydeki göy kuşlar evi. Deyəsə yatmaqla heç yoxdur aran. Sənə yat deməkdən yoruldu aran. Bu anda uzaqdan bir güllə atılır. Qurd Kərim bunun işarə olduğunu bilib, cavab olaraq havaya bir güllədə o atır. Atlı qazaqlar hücum edir. Aldı üstümüze aldı kazaklar. Selim Bey gözüdür ki. Eren! Tərpənməyin! Qazaqlar qolu bağlı Mürsəl kişini gətirirlər. Ellerin nalısı uzalmış göce. Artık dayanmıştır şah sümüge. Canlı olursunuz insan başına. Ayrı durmayın, vurun başına! Vurmayın, dayanın, vurmayın bizi. Allah bendesi, kırmayın bizi. Bizden görüm harırı Haçar. Yoksa danıştıraz bu kancar. Söyle Hacer Hanım. Bilmiyorum. Söyle. Dedim ki bilmiyorum. Dile bak dile. Hacer'in yerini göstermeseniz çomanlarınızı yandırırız biz. De görüm harırı Hacer. Tutsa. Bu halda Koxa və bir neçə qazaq Həcəri gətirirlər. Öldürüyorum gel. Sen insan değilsen, cellatsan cellat. Konuşma gel. Bırakın beni. Etsan bırakır mı düşmeni? Haydi de durun. Dayanın. Sözünüz nedir? Hacer Çıraq senin bir pervanedir. Hoş gördük. Ahvalın necədir? Söyle, hoşuna gelir mi yaşamak belə? Yıkıl ayağıma. Öp ayağımla. Eğilmez düşmene ölse de aslan. Papaq değil başınızdaki. Anlayın. Həcərdir karşınızdaki. Bırakıp möhteşem o cahil celalı, bir atsız gedenin oldun ayalı, atıp kızılları, atıp kaş taşı, özüne yurt yuva saldın dağ taşı. Eğer bize doğru cevap vermezsen, inan ki körpeni diri görmezsen. Hacer, de bize Nebinin yerini. Korkma, öldürmedik senin erini. Gül olacak sen inan ki meyus. Qab dibi yalayan. Sen danışma, sus. Ulan! Ulan ne? Bunda sen yoktun ağırdan hayadan. Alın körpesini. Atın kayadan. Ez atın kayadan. Koy çıksın canı. Yerde kalmasın atamın kanı. Balamı vermem isterinizle. İnsanlıktan eser yok mudur sizde? Şahattiler! Baba! Can baba! İş gölgesiyle düzelen değil. Aparın. Celladlar, gün gelir ki siz bizim karşımızda diz çökersiniz. Həcəri qolları bağlı aparırlar. Qurd Kərim Səlim bəylə görüşür. Kimsin? Sensen! Bəs ne bağırdadır? Yukarı kentte. Haydi. Ama olmaz. Bir dakikada. Ha. Birazdan Nebi kolları bağlı Sibir'e gidecekti elli ayaklı. Yuxarı kənddə baqqal Xəlilin evi. Uzaqda atışma gedir. Atışma gitgide kızışır kişi. Arvad çok şulurdur erinin işi. Esirem doğrusu adı gelende. 100 kurban keserem de bölende. Umudum üzülüp bütün her yerden. O kuldur koyubdur beni al verden. 2 gündür kalıp kanım bağlı. Erin başından uçubdur ağlı. Hayır o. Haykali, tez kapını aç. Kimse? Ha, Kerim.
Sən hara, bura hara? Mənəm. Mən bilirəm ki, mənə yaxın dostsan sən. Odur ki, evimə gətirdim pənah. Axırını xeyrə canlasın Allah. Həli dayı, səndən bir cercan var. Devriye almışdı bizi Qazaxlar. Nəbi yaralıdır, gizləd evində. Ona gücü çatmaz bence deyin de. Getirme evime. Nə üçün? Divan başına 1000 manat qiymət koyun. Qal, evimdə tutulsa mənə söz gələr. Oy bari bu sözü desin özgələr. Kərim Xəlilin qulağına nə isə pıçıldayır. Necə? Bəli, nəçənli özü. Ancaq bir kimsəyə demə bu sözü. Çox gözəl. Gəlirik, sən yer hazırla. Ay kişi başa düş, gəl sarsaklama. Ağırmaz başına yaylıq bağlama. Danışma. Değildir bu arvad işi. Öz tüpürdüğünü yalamaz kişi. Qorxuram axırda çıxsın bir əngəl. Görürəm ki səni girriyib əcəl. Arvad, tez. Yubanma sən yer hazırla. Yaralı Nəbi Qurd Kərimin köməyi ilə içəri girir. And içib, söz verib bu Xəlil kişi. Sənə qulluq etmək olacaq işi. Olsun ayağının altında başın. Sağ ol Xəlil dayı. Kərim qardaşım, bu yara qəlbimi çox bərk ağrıdır. Bəlkə sağalmadım, yaram ağırdır. Nəbi, nə deyirsən? Özünə gəl. Uzun et Nəbinin ömrünü, Allah! Bəs qəhrəman hanım, bəs Vəli hanım? Yağlar tutmuş bütün hər yanı. Onlar atışırlar. Durmayın gedin. Bari yoldaşlara bir kömək edin. İkidə yaraşmaz. Evdə oturmaq. Nəbsiz qoymaram kənara ayaq. Doğrudur, biz gedək, sən burada qal. Yox Kərim, sən də get. Vuruş, qılınç çal. Mənə dəyəydi o güllə. Dostum, yanırım. Su verin mənə bir qurtum. Yaramaz. Dedim ki gedin. Bu saat. Qoy səni gezdirsin hələlik bozat. Gedək! Dostlar, gedək! Bitməmiş hava. Qapını bağla. Allah, sən Nəbini xatadan saxla. Nedir bu patrandaş, xəncər, tapanca? Oyasın bunları. Uzan, ya, dincə. Xəlil Nəbinin belindəki yaraqları açıb taxçadakı yorğan döşəyin altında gizlədir. Görünür ki məndən uzaqmış hərkən. Gecən xeyrə qalsın. Mən getdim, sən yat. Yenə də meydanda at oynadır yat. Verin. Verin bozatımı. Mehdi, Durmacum, Həcər, yanımca gəl. Qoçaqlar, hücum, yağdırın, düşmənə güllədən yağış. Xəlilin arvadı yavaşca gəlib, Nəbinin yatıb yatmadığını yoxlayır. Nəbi, yatmamsan? Sayaqlayırmış. Allahu Ekber, Allahu Ekber, la ilahe illallah, la ilahe illallah. Bu dəfə bərk yatıb, ayılmaz daha. Arzuma yetişdim, şükür Allah'a. Xəlil yavaşca bayır qapıya tərəf gedərkən, Nəbi birdən sıçrayır. Dayan, hara? Dayan, cavab ver, hara? Dəstəmaz almaq. Hara? Bayra. Tərpənmə yerindən deyirəm sənə. Mən aman vermərəm alçaq düşmənə. Ay aman, ay haray. Al! Al! Haramsada, yaşamaq haramdır sənə dünyada. Bu zaman Qurd Kərim və Qazaxlar içəriyə tökülüşür. Nəbi tapançası ilə Qurd Kərimi vurur. Nəbinin gülləsi qurtarır. Onu arya alırlar. Aparın! Aparın. Yaralıyam mən. Döyüş dostlarımdan aralıyam mən. Nəbini qorxutmaz, nə dar, nə zindan. Həmişə sizlərə gülməz bu devran. Bir də sevinməsin düşmanlar əvəz. Güneşin üzünə pərdə çəkilməz. Zindanda oxumaq yasaqdır, yasaq. Naçalnik otağının yanında görüş otağı.
Nəbi qardaşı Mehdi ilə görüşür. Nəbican? Mehdi, əziz qardaşım. Səbr elə. Bir səni anladım. Yüzük qaşı kimi bu qazamatı dövrəyə alaraq basaq gülləyə. Sonra nərə çəkək azadlıq deyə. Sınsın düşmənlərin qolu qanadı. Dolaşsın dillərdə Nəbinin adı. Minib boz atının tərkinə sən də səhər açarsan dağda, çəməndə. Əgər 3 günə də qurtarmasanız öldürəcək məni namərd uşağı. Yox, Nəbi deyildir kimsəsiz yalqız. Emmişik dağlardan baş aşağı. Sarmaq üçün yolsuzluq qaç tək. İndi anladım ki, Nəbidə gildək. Qardaşım, gözünü qırpma bir anda. Sənin yanındayıq dan ağaranda. Vaxtınız qurtardı. Dostlara salam de. Əlbəttə, yəqin. Səni qurtararıq, əmin ol, əmin. Mehdi gedir. Naçalnik, Səlim bəy, Mahmud bəy və bir neçə qazaq içəri girirlər. Nəbiri getirin mənim yanıma. Usta. Tez yubanma. Biz onu astırmasaq dar ağacından ölkədə günbəgün artacaq üsyan. Siyasət lazımdır Səlim bəy, düşün. Nəbi əlimdədir onsuz da bugün. Aha! Hoş gördük, Qoç Nəbi. Qurşaməyə, əlşə. Nəbi, bu yaxşıdır. Buyur bundan çək. İstəməz, çəkdigin budur hələlik. Həsən dədən oldu. Buyur nəçənlik. Nəbi, yaxşı eşit, gör nə deyirəm. Qulağım sizdədir. Düşünüb hərdən, deyirəm doğrudan heyf Nəbidən. Sənə lap ürəkdən acıyıram mən. Bilirsən mi nə var? Bilmirəm elə. Adına bağlıdır bütün üsyanlar. Yazıqsan, cavansan, gələcəyin var. Əgər belə getsə, məhv olarsan sən. Nəbi, gəl bu daşı tök ətəyindən. Söndür qəzəbini, bəylərlə barış. Sənə qulluq verək, bizlərə qarış. Yerə salmayasan sözümü gərək. Satılmaz, eller içində yünən ürək. Satılmaz, satılmaz. Sözünə bir bax. Nəbi, arxalanma bu qədər elə. Kim arxalanım, nəçənlik söylə. Bizə, ancaq bizə. Bizdədir qüvvət. Qoşulsan bizlərə edərik hörmət. Artar var dövlətin, artar vəzifən. Sənə kişi kimi söz verirəm mən. Sizdə görməmişik hələ kişilik. Ha? Bağışla məni ya canım nəçənlik. Biraz açıq danış. Ne istəyirsən? Azadlıq. Azadlıq. Ancaq azadlıq. Seninle danışmaq artıq. Qəbirdə görərsən azadlığı sən. Ellərim görəcək görməsəm də mən. Qoy bilsin vətənim. Qoy bilsin elim. Məni zərrə qədər qorxutmur ölüm. Gərək qavuşduram Azərbaycana. Padişahı saylayan bu qudurğana su çörək verməyin. Ölsün acından. Sabah asılacaq dar ağacından. Ölsəm də oluram buna ümidvar. Analar minlərcə nəbilər doğar. Qoşa dağın arasında, sıldırım qayalıqda Nəbinin qərargahı. Hamı Nəbinin gəlməsini gözləyir. Həcər bacı, gözlərin aydın, Nəbi gəlir. Hamı Sülxay, hamı. Dərəyə bax bir. Hoş gördük, ay Nəbi. Hoş gördük Nəbi. Hoş gördük. Doğrudan dostlarım sevirmiş məni. Deyəsən Nəbiyə düşüb qazamaz. Maşallah, kökəlib. Sizə zarafat gəlməsin daş kimi qapqara çörək. Niye gecikdiniz? Danış bir görək. Sən niyə dinmirsən? Ay, Mehdi. Mehdinin kesilibdir yolda əhdi. Nəbi doğru deyil. Yorğunuz biraz. Nəbi, qadan alın, mənə qulaq as. Tustaqdan çıxdığın 2 gün olar. Bu gecikmək nədir? Danış hər nə var. Danış. Baş verdi yolda bir kiçik hadisə. Məncə danışmağa değməz. Neyse. Nəbi danışmasan vallah batlarım. Bu qədər də səbirsiz olur mu adam? Nəbi danış sən Allah. Danış, ay Nəbi.
Hele ki ayrıldık biz Qazamatdan, gördüm ki ter ahır sel tek Bozatdan. Bizi tutmak için çaptı qadağlar. Koyma vur sesinden titredi dağlar. Çıkıp her taraftan göbelek gibi düşmanlar hürürdü, art köpek gibi. Sonra? Biraz dayanın görək. Bizi bir qırpımda üzük qaştek dövrəyə aldılar. Çok pert oldum ben. Bozat kulağını şəklədi birdən. Maşallah. Baktım ki Bozatı dördə yağ çapsam düşmanın elinden. Ben nicat tapsam kalacak telede dardımı. Bu da ki ben bilen kişilik değil. Dedim ki Ayşe tezcele yatın. Ben atlayan kimi durmayın bakın. Bu sözü eşidip her iki nefer bir kaya dibine eledi sen gel. Açma kızıştı. Koptu kıyamet. Diksinip davadan korktu tabiyyet. Göz gözü görmür. Her taraf şen, duman, saysız yaralardan fışkırırdı kan. At işlemesinden, gülle sesinden, dicit kaçakların gür neresinden sanki çatlıyırdı yerin göbeği. Her kaçağın kalbi bir şir yüreği. Dağ, dere, saldatla, kazakla doldu. Hele bil yağırdı gülleden dolu. Ben laf qabaqdaydım. Hey bağırırdım. Kılıçla yağlayıp pişip kırırdım. Birden şaha aldı bizi dövreye. Durmayıp güç verdim ben de nereye. Neçe nere çeker kızmış bir aslan. Ancak baş tutma düşmenim efendi. Ne bir kömeğime yetişen zaman ele bir yerinden bir dağ tartar. Ne var? Yolu basmış tozuna. Gelir üstümüze hesapsız gaza. Dostlar, yuvanlayın, yatın sen yere. Gülleni atmayın, boşuna hal yere. Emin! Ay Emin! Kazalar yakınlaştılar. Düşmanlar birinciden açtılar. Nabi, düşman üst taraftan eğilir hücum. Hacer, sen soldaki ön sen yere cum. Sana tapşırılır veli sağ taraf. Evvel başçıları alın nişana. Döndürün onların bağrını kana. Düşman nümayəndə gönderir bura. Koy gelsin. Biz onu salarız tora. Aha gələr o yoşabıq çoxudur çoxa. Mən ölüm uşaqlar buğa bax. Sakit. Söyle görüm niye gelmişsin? Kimin aklının elçisiyim ben? İlk teklifim budur. Teslim olunuz. Bağlıdır her yandan çıkış yolunuz. Yazıksız yazık. Yazık atandır. O insan ciline girmiş şeytandır. Qoyun çərənləsin biz qulaq asaq. Ne bil istiyor hükümet? Ancak teslim etmeseniz nebini bilin. Ha? Yüzü gülmeyecek ömürlük elin. Yok hergah nebini verseniz ele. Eve dönersiniz siz güle güle. Kulluk alarsınız. Dirçelersiniz. Yoksa ki kırarız hamızı biz. Yürüme sus deyirəm axmağın biri. Yoksa ki görmezsen özünü diri. Ne bican? Mən ölüm sən dinmə görək. Bunun cevabını özümüz verək. Ben ne diyeyim ki özünüz bilin. Budur, əlimdədir düşmanı elim. Ha, cevap gözleyirəm ben sizden. Cevap. Doğrusu cevabı unutmuşurlar. Baxışla, bu saat sevr elə biraz. Cevabı bu kadar uzatmak olmaz. Ha, siz cevap aktarın, ben bir eyleşim. Çoxdan eşməmişəm, bir buğumu eşim. Buyur burada eyleş, çok eleleş. Mürsel, Bəli, gel Koğan'ın buğlarını eş. sənin bir sözü etmərəm ki, baş üstə, göz üstə, onda nə var ki? Görüm ki, canımı dərdə zər alsın. Süpürgə buğları soğuya. Mürsəl Koxanın bığını kəsir. Bax, cavab budur. Al
bu da bir can. Silah atma dur. Bırakın kuldurlar. Beyan, sen elçi değilsen madyansan madyan. Cevabını aldın. Şimdi durma git. De ki tapılmadı dəstədə xain. Uşaqlar, elçini yaxşılayın. Nəbi, yaxşı qılınç vuranlarım var. Arkanda dağ kimi duranlarım var. Əmr et, hücum edək. And olsun anamın ruhuna dostlar. Sanıram məndə bir dəfkan gücü var. Vay, düşman çatmasın kamına. Hücum, hücum dostlar, vətən namına. Hücum! Hücum başlanır. Mehdi irəli atılarkən ona güllə dəyir. Mehdi yıxılır. Nəbi ona yaxınlaşır. Yaralandım kardeşim. Kim vurdu seni? Ölürəm. Vətəndə bastırın məni. Kırıldı Nəbinin kolu kanadı. Aman, yüreğimin baş kanadı. Aksın çaylar kimi gözyaşın Nəbi. Yoktur artık aziz kardeşim Nəbi. Sen çıkartalıydın bizim dağların, ne işin yumuldu göz kapakların? Nəbi! 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 Arkamıza geçmiştir düşman. Bilirəm, hələlik ölməmişəm mən. Qoşa dağın sağ tərəfində döyüş daha da qızışır. Səlim bəy və Mahmud bəy gəlirlər. Onların əllərində kəmənd vardır. Həcəri biz diri keçirsək hələ, çox asan qurarıq Nəbiyə tələ. Ha! Odur, Həcər gəlir. Yerə yat, hünərini göstər, kəməndini at. Bunlar buradaymış ki. Al geldi alçaq. Bütün bu zəhmətlərin nahaq, təslim ol deyirəm. Özün təslim ol. Hər yeri tutmuşuq, yox geriyə yol. Nəbi təslim oldu. Görürəm, başını girləyib əcəl. Kişisən səyyər, meydanıma gəl. Səlim bəy qılıncla Həcərə hücum edir. Həcər onu vurub yerə sərir. Nəbi gəlir. Var ol da Fadiyar. Sağ ol Nəbican. Mürsəl kişi Mahmud bəyi və Koxanı əsir tutub gətirir. Hoş geldin. Hoş geldin Mahmud ağa. Seni ki kırpmışam, bitireme Koxan. Besləsən nikanı. Çıxdı aradan. Səndən gözləməzdim bunu qəhrəman. Adam da düşmanı əldən bıraxar. Mənə hər nə desən ixtiyarım var. Döyüşə girməmiş qaçdı meydandan. Qoy sizə dərs olsun bu son imtihan. Namərdəm tutmasam onu mən özüm. Aparın bunları görməsin gözüm. Nəbicən, fağırıq, öldürməyin bizi. Bir daha xəbərdar edirəm sizi. Bizə toxunsanız, aparın dedim. Öləcək ellərə əl qaldırsa ki. Nəbi! Nəbi! Ne var, ne olur? Nəbi! Nəbi! Beylərlə qazaqlar şişə dolub. Bizim adamlara toy tutur yenə. Bu xəbər ne için? Geç çatır mənə. Kəsiblər yolları hər bir tərəfdən. Bir çarə tap. Ölməmişəm mən. Çaparıq atları şişəyə qədər. Qoymarıq ellərə toxunsun xətər. Atlanın dostlarım. Şişəyə bir baş. Köməyə çağırır qardaşı qardaş. Gedək dostlar. Gedək hey akın akın. Düşməni şişəyə qoymayaq yaxın. Gedək könlümüzdə qalmasın bu kam. Gedək dilimizdə vətən, intiqam. İntiqam!
Süleyman Rüstəmin Qaçaq Nəbi piyesinin radyo tamaşasını dinlədiniz. İştirak edirdilər Ələsgər Ələkbərov, Hökümə Qurbanova, Ağasadıq Gəraybəyli, İsmail Osmanlı, Həsənağa Salayev, Məlik Dadaşov, Akşin Vəlixanov, Rıza Əfqanlı, Hacı Məmməd Qafqazlı, Ağa Hüseyin Cavadov, Sadıq Salih, Sadıq Hüseynov. Aparıcının sözlərini Məxluqə Sadıqova oxuyurdu. Əsər 1954-cü ildə lentə alınıb.